Pul qazanmaq çətin deyil, çətin olan düzgün yolu tapmaq və davam etməkdir. Bu videoda sənə internetdən pul qazanmağın ən asan və real 5 yolunu izah edəcəm. Bunlar sadəcə nəzəriyyə deyil, bugün minlərlə insanın istifadə etdiyi real üsullardır. Əgər sən də əlavə gəlir əldə etmək və ya tamamilə maliyyə azadlığına çıxmaq istəyirsənsə, videonu sona qədər izləmək mütləqdir. 1. İnternetdən pul qazanmaq. Freelance üstəgəl AI. Artıq pul qazanmaq üçün ofisə getmək məcburiyyəti yoxdur. İnternet hər kəs üçün yeni imkanlar açıb. Freelance platformalarda insanlar sadə işlərlə pul qazanır. Məsələn, mətin yazmaq, video montaj etmək, dizayn hazırlamaq və ya sadəcə məlumat toplamaq. Hətta bugün süni intellekt alətləri ilə işi daha da asanlaşdırmaq mümkündür. Sən əvvəl bilmədiyin işi belə öyrənib, qısa zamanda xidmət kimi sata bilərsən. Burada ən vacib məsələ ideal olmaq deyil, sadəcə başlamaq və ilk qazancı görməkdir. 2. YouTube və kontent yaratmaq. YouTube artıq sadəcə əyləncə platforması deyil, bu real gəlir mənbəyidir. İnsanlar videolar çəkərək reklamdan, sponsorluqdan və digər yollarla pul qazanır. Ən maraqlısı isə odur ki, sən kamera qarşısına çıxmadan da bunu edə bilərsən. Kamera qarşısına çıxmadan da video hazırlamaq mümkündür. Şəkillər və səsləndirmə ilə bugün minlərlə insan YouTube-dan pul qazanır. Əsas olan düzgün mövzu seçməkdir. İnsanlara fayda verən, onların problemini həll edən kontent həmişə baxılır. Unutma, bir video yox, sistem qurmaq vacibdir. 3. İnvestisiya. Pulunu işlətmək istəyirsənsə, investisiya etməlisən. Əks halda pul dəyər itirir. Səhm bazarı, kriptovalyuta və digər investisiya alətləri uzunmüddətli qazanc üçün istifadə olunur. Amma burada ən böyük səhv tez varlanmaq istəyidir. İnvestisiya səbir tələb edir. Kiçik məbləğlə başlayıb zamanla artırmaq ən düzgün yoldur. Əsas məqsəd birdən-birə qazanmaq yox, davamlı böyüməkdir. 4. E-ticarət. Bugün minlərlə insan internet üzərindən məhsul sataraq pul qazanır. Bu, ən sadə biznes modellərindən biridir. Sən öz məhsulunu sata bilərsən və ya başqasının məhsulunu alıb daha baha qiymətə təqdim edə bilərsən. Dropshipping kimi modellərdə isə məhsulu özün saxlamağa belə ehtiyac yoxdur. Əsas prinsip dəyişmir. İnsanlar həmişə ehtiyaclarını ödəyən məhsullara pul verir. Doğru məhsulu tapmaq bu işin yarısıdır. 5. Bacarıq satışı. Əgər bir bacarığın varsa, bu artıq pul deməkdir. İnsanlar hər gün xidmət alır və bunun üçün pul ödəyir. Dizayn, montaj, yazı, tərcümə, sosial media idarə etməsi, hamısı bazarda tələb görür. Əgər hazır bacarığın yoxdursa belə, bu problem deyil. Bugün internetdə hər şeyi öyrənmək mümkündür. Əsas məsələ öyrən, tətbiq et və sat. Nəticə: pul qazanmağın yüzlərlə yolu var, amma hamısını etmək mümkün deyil. Ən doğru yol birini seçmək və davam etməkdir. Unutma, pul qazanan insanlar fərqli deyil. Sadəcə onlar daha tez başlayır və daha gec dayanır. Əgər bu mövzuda daha çox video istəyirsənsə, kanala abunə ol. Çünki burada pul, inkişaf və real strategiyalar paylaşılacaq.